Xəbər verdiyimiz kimi Neftçalada ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Rayonun Qaçaqkənd kənd ərazisində qeydə alınan qəzada kənd sakinləri 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsaloğlu və onun qardaşı 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsaloğlu hadisə yerində həyatlarını itiriblər. Məlumata görə mərhum qardaşlar Bakı şəhərində ailələri ilə birlikdə yaşayırmış. Onlar bayram münasibəti ilə kəndə qonaq gəliblər. Ailənin qəzada ölənlərdən başqa övladı yoxdur. Səhər saatlarında kəndi gəzmək istəyən qardaşlar valideynlərinə xəbər vermədən avtomobilə əyləşiblər. Nəticədə baş verən faciə onların həyatlarına son qoyub. Qeyd edək ki, həlak olan qardaşlardan biri 17, digəri isə 15 yaşında olub. Yəni onların heç birinin sürücülük hüququ olmayıb. Azərbaycanda minik avtomobillərinə sürücülük hüququ almaq üçün minimum yaş həddi 18-dir.